Salam əziz dostlar. Vəqf yerləri o qədər əhəmiyyətlidir ki, orada məsələn vacib vəqf yerində dayanmasan, ciddi məna dəyişikliyi baş verir. Məsələn Yasin surəsinin 76-cı ayəsində çox insanlar burada dayanmırlar. Amma burada mim işarəsi ki var, bax belə. Quyruğu yana olan mim işarəsi. Baxın. Bu işarə vacib dayanmaq işarəsidir. İndi oxuyacağım, tərcümə edəcəm, baxacaqsınız. Fələ yəhzunke qavluhum. Onların dedikləri səni qəmləndirməsin, narahat etməsin. Onlar nə dedilər Peyğəmbərə? Sən şairsən, Peyğəmbər deyilsən. İnna na'lamu. Biz bilirik, həqiqətən biz bilirik mə yusirruna və mə yu'linun. Onların aşkarda etdiklərini və gizlində nə etdiklərini bilirik. Əgər biz burada dayanmasaq, məna çox gözəl alınır. Dayansaq. Əgər biz burada dayansaq, məna çox gözəl alınır. Amma yox, dayanmasaq, belə oxusaq. Fələ yəhzunke qavluhum inna na'lamu mə yusirruna və mə yu'linun. Onların dediyi, biz bilirik onların nə etdiklərini aşkarda və gizlində etdiklərini bilirik ifadəsi, sözü səni narahat etməsin. Görün nə qədər fərq elədi. Birincidə bu idi ki, onların sənə dediyi söz səni narahat etməsin, səni qəmləndirməsin, yəni sən Peyğəmbər deyilsən. Biz onların aşkarda və gizlində etdiklərini bilirik. Bir də var, deyəsən ki, biz onların aşkarda etdiklərini və gizlində etdikləri bilirik ifadəsi səni narahat etməsin. Görün nə qədər fərq edir burada. Burada fikir verin, bu mimin quyruğu aşağıdır. Bax, fikir verin, bax belə, yanadır, böyrədir. Bax, bu mimin. Görürsünüz? Bu dayanmaq işarəsidir. Vacib vəqf işarəsidir. Birdən də mim var. Birdən də mim var. Bax, belə. Quyruğu tam aşağı. Bu vəqf işarəsi deyil. Bu İqlab işarəsidir. Bunu da gələcək videolarda inşallah izah edərik. Sağ olun.